Şabranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 21015 markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş Şabran rayonunun Gəndov kənd sakinləri Əmrəli və Elməddin qardaşları dünyasını dəyişib. Bax, bu istiqamətdən gəlirmiş maşın. Qarşısına deyilənə görə, yəni ehtimallardan biri traktor çıxıb, ona görə idarə etməni itirib. Tam dəqiq isə araşdırmalardan sonra məlum olacaq. Hadisə olan yerdir. Maşındakı qardaşlar Qubada, burada yaxında soyuducu ambar var. Orada işləyirlərmiş. Ora gediblər. Və deyilənə görə qardaşlardan birinin 23 yaşı var, birinin 28, Elməddin adlı oğlan Vətən müharibəsi iştirakçısı idi. Allah hər ikisinə rəhmət eləsin. Allah yolda olan bütün sürücüləri qorusun.